biz metakognitiv bilikdə sırf özümüz haqqında məlumat axtaracağıq. Yəni həm öz öyrənməm, öz metodum, öz strategiyam, öz yolumu seçməyim. Özüm üçün plan qururam, özüm üçün strategiya qururam, özüm üçün yol seçirəm. Mən bunu necə öyrənsəm, mənə daha yaxşı tez mənimsəyərəm və s. kimi. Yəni yoxsa düşünməyin ki, elə layihəni necə yazacağını bilir deyirsə, bu deməli elə bu bilir də, bu metadır. Xeyr, o metakognitiv deyil. O prosedural bilikdir. Orada da niyə? O layihənin yazılmasında bir ardıcıllıq olduğu üçün prosedural bilik götürürük. 4'ü də ona görə yanlış götürdük ki, umumləşdirir, metakognitiv deyil. Umumləşdirir, qruplaşdırır, nəticə çıxarır, ayırt edir, əlaqələndirir. Bunlar hamısı konseptual bilikdir. Və gələcəkdə biz idrak taksonomiyasını keçəndə mən sizə deyəcəm, bu cür yəni situasiyalarda umumləşdirir, verirsə, izah edir, şərh edir, verirsə, konseptual bilik və idrak taksonomiyası olaraq anlama mərhələsini uyğunlaşdıracağıq. Oldu müəllimə. Təşəkkürlər. 19 oxuyun. Buyurun 19'u da oxuyun müəllimə. Deyir, şagird özün qiymətləndirmə zamanı biliyin hansı növündən istifadə edir. Elə özün qiymətləndirmə varsa, metadır da onda. Bəli, müəllimə. Bəli. Bax, ya bir dənə burada bir sual çıxardıram sizə. Svetlana müəllimə. Bax, deyin görüm. Bəs burada biz təfəkkür olaraq nə götürək? Şagird özünü qiymətləndirir. Hansı təfəkkürə sahibdir? Təfəkkürü keçmişik sizlə. Hə, hansı təfəkkürü? İdrakçı təfəkkür, tənqidi təfəkkür var, yaradıcı təfəkkür var, bir də məntiqi təfəkkür var. İndi bu, bax, özünü qiymətləndirir. Maşallah, əllərə bax, əllərə. Bax, indi bu özünü qiymətləndirir. Hansı təfəkkürə aid eləyək bunu, Svetlana müəllimə? Hansı təfəkkür? Dilbər müəllimə? Tənqidi təfəkkür. Bəli, müəllimə, tənqidi. Bax, bunu unutmayın. Çox yerdə sizin qarşınıza çıxacaq bir məqamdır. Niyə tənqidi deyirik biz buna? Bax, şagird özünü qiymətləndirən zaman nə edəcək? Zəif tərəfini, güclü tərəfini, mənfisini, müsbətini, yanlışını, doğrusunu araşdıracaq. Mənim zəifim nədir? Güclüm nədir? Mən bugün nəyi yaxşı öyrəndim? Bugün nə mənə qaranlıq qaldı? Nələrin üzərində mən özümü daha da inkişaf etdirməliyəm kimi suallar verərək özünü qiymətləndirəcək. Öz-özünə tənqidi yanaşacaq. Öz-özünə tənqidi, yəni bir şagird, ümumiyyətlə bax biz şagirdlərimizi qiymətləndiririk. Eləmi Svetlana müəllimə? Biz tənqidi yanaşırıq. Biz tənqidi təfəkkürdən istifadə. Yəni orada kimisə tənqid etmirik, ha? Mən sizə keçən dəfə də demişdim. Tənqid etmək və tənqidi yanaşma fərqli anlayışlardır. Kimisə tənqid edirsənsə yalnız neqativlərini, yalnız mənfi tərəflərini deyirik. Amma tənqidi yanaşmada hər tərəfdən baxacağıq. Həm yanlışını, həm doğrusunu, həm mənfisini, həm müsbətini deyəcəyik. Və orada bir əsaslandırma. Məsələn, kiməsə biz qiymətində, məsələn, yazanda kimisə qiymətləndirəndə və yaxud formativ qiymətləndirmədə rəy verərək qiymətləndirəndə niyə veririk bunu? Məsələn, o rəyi veririk və niyə bu qiyməti aldığını da ona vurğuluyuruq. Məsələn, filan mövzuda izahın daha yaxşıdır, amma oxuyarkən intonasiya diqqət etmirsən. Yəni, bax, görürsünüz, həm doğrusunu deyirik, həm yanlışını, yəni tənqidi yanaşırıq. Eləcə də şagird özü-özünə də tənqidi yanaşır. Bax, bu olacaq tənqidi, özünü qiymətləndirmədə tənqidi təfəkkür. Yəni, özünü qiymətləndirən zaman tənqidi təfəkküründən istifadə edir şagird. Yeni təfəkkür növləri də var, müəllimlər. Onların PDF-ini hazırlayıram mən. Hal-hazırda birini hazırlamışam, o birlərin üzərində işləyirəm. Onları da inşallah göndərəcəm. Ona kimi də Time-ın test bankı da çıxsın. Onları həm keçərik, həm də birlikdə belə testlərini müzakirə eləyərik. Sizin üçün daha yaxşı olsun. Belə. Müəllimə, indi üzr istəyirəm, bu özünü qiymətləndirir. Öyrəndiklərimi deyim, müəllimə, demək olar ki, məndə. Kaş mən çıxmazdım, nəzəriyyələrdə sizlə öyrənərdim. Amma vəziyyət elə gətirdi ki, çıxdım, yarıda saxladım keçən. Müəllimə, keçən ilki bazanız sizə bilirsiniz, yəni o 2 il dalbadar hazırlaşmaq həqiqətən mükəmməl nəticədir. İndi görəcəksiniz siz necə yazacaqsınız müəllimə. Bu kurikulum elə bir şeydir ki, müəllimə. Bax, Zahirə müəllimə də, bugün Zahirə qoşulmayıb, yəqin ki, nəysə işi var. Axşamın yox, indi
bir qonşudum. Mən ümumiyyətlə heç yadımdan çıxıb ki, dərs var, ya yox. Oo, Elə bu ay Zahirə, sən belə xəstəlik məsuliyyət, idi. sən belə məsuliyyətə sahib deyildin Zahirə. Ay mən dərs saatımı artırıblar. 5 gün mən Maşallah. tabel dərsə çağırıblar. Sağ ol ana. Ta inan Allah haqqı bilmirəm nə jurnallar, nə prezentasiya problemlər. Heç indi yadıma deyirəm bu gün mən nə yaxşı boşam. Oturmuşam fikirləşirəm mən nə yaxşı Niyə? boşam. Üzü müəllim özü boş olanda təəccüblənir ki, görəsən mən bu gün niyə boşam? Amma elə tarixi qoymuşam, o deyirəm yox, bu nəsə proqramda olmalıdır. Nə var? Bir də baxıram ki, link Dərsimiz var. Müəllimə, əsas odur dərsiniz artıbdır. Yəni əsas odur ki, o pulunuz da artıbdır. 7 saat artırdılar. Elə 10 saat idi, 7 saat əlavə elədilər. Hə, nə gözəl müəllimə. İnşallah sertifikasiyadan da 50 plus. Qəbul eləməyiblər, yoxsa hansısa müəllim çıxıb ona görə? Yox, müəllimə bizə tarix müəllimi çoxdur da. Onun